Salam aleykum, bal və arıçılıq məhsullarını sevənlər və arıçı dostlar. Mənim adım Samir və siz Halal Arıçılıq kanalını izləyirsiniz. Artıq may ayıdır, birazdan gedirik bal yığmağa. Lakin səhərdən yağış başlayıb, indilərdə bitib. Arılar bugün istirahət edir, yəni ev işləri ilə məşğuldur, çünki arılar heç vaxt istirahət etmir. Mən də fürsətdən istifadə edərək sizə faydalı məlumatlar çatdırmaq istəyirəm. Bugünkü mövzumuz ilk baxışdan sadə görünsə belə, həqiqətdə çox vacib və maraqlıdır. Balın çəkisi nə qədər olur? Balın qiymətini bizə adətən kilo ilə deyirlər, lakin nəticədə banka satırlar. Heç rastınıza gəlibmi kimsə bankanı qoysun, bal doldursun, desin 1 kilodur, yəni belə bir satış olsun? Mən görməmişəm elə şey. Videonun sonunda qısa olaraq məhsullarımız barədə də danışacağım. Keçək əsas məsələyə, balın real çəkisini öyrənək. Masamızda tərəzi, boş və bal dolu bankalar, bir də su var. Bu arada bir az reklam edeyim. Gördüyünüz bu bal 11 ay əvvəl süzülüb və indi də elə həmin vəziyyətdə də qalıb. Xarlama, kristallaşma, yəni ümumiyyətlə yoxdur, heç başlanmayıb da. Çünki bu qara tikan balıdır və bütün qaydalara əməl edildikdə 3 ilə qədər elə duru qalır. İndi siz onu süzəndə görəcəksiniz necə süzülür. Bankalar, deməli bu bankalar yerli istehsaldır, Azərbaycan bankalarıdır. Onlar fərqli olur, fərqli şəkildə də ola bilir. Yəni ki 200 qram, 300 qram, 400 qram baxır kim nə istehsal edir. Qiymətləri təxminən sizə sadəcə məlumat üçün deyim. Bankanın biri 40-50 qəpik olur, qapaq da 10-15 qəpik. Üstündə nə yazılır? Üstündə yazılır ki, bu 720 qramdır. Elə yazılıb. Reallığa da baxarıq. Tərəzimiz qoşuludur. Yaxınlaşdırım. Boş bankanı tərəziyə qoyum. Qoşum tərəzini. $369 qram. İkinci boş bankanı qoyum. 366. 370 götürək orta hesabla. Qapaqla da ölçək. 383 qram. Deməli 25 qram da hardasa qapaqdır. İndi isə su ilə dolduraq bankanın birini. Görək neçə qramdır. Neçə millilitr, neçə qram olacaq su. Bilməyənlər üçün deyim, suyun sıxlığı etalon sayılır. Yəni 4 dərəcə istidə 1 litr su bərabərdir 1 kiloqrama. Bizim ölçmələrdə 1-2 qram fərq ola bilər. Çünki su adi sudur və isti, indi 20 dərəcə isti var. Tərəzini sıfırlayım. Sıfırlandı. İndi su ilə dolduraq. Birinci boğaza kimi, sonra ağzına kimi dolduraq. Görək nə qədər olur. Belə. Deməli 612 qram. Deyək ki 610 qram eləyək. 610 qram. İndi lap ağzına kimi dolduraq. $690 qram. Deməli bizim 720 qramlıq banka realda 690 qram tutur. Götürək. Bu banka bizə artıq lazım deyil. Suyu boşaltdım. Nəyə görə 2 ölçü götürdüm? Bu vacibdir və çoxlarının xəbəri də yoxdur. Yəni hətta bəzi arıçıların belə.
Bal isindikcə həcmi artır. Məsələn, 1 litr bal 30 dərəcədirsə, eyni balı 5 dərəcəyə qədər soyutsanız, həcmi 950 millilitr olacaq. Yəni, təxminən 5% həcmi azalır. Amma maraqlısı budur ki, çəkisi dəyişmir, yalnız həcmi azalır. İndi gəlin, balımızı ölçək. Yəni, balımız dolu bankada nədir həcmi? Dolu bankanı qoyun əvvəl bura. 980 qram, belə deyək. 980 qram. Bunu açıram. Yəni, belə demək olar, ağzına kimi doludur. Biraz ağzından azdır, su tökdüyümüzdən biraz da azdır. Bunu süzəcəm bu bankanın içinə. Yəni, yenə sıfırlayım, bu bankanı da sıfırlayım. Yəni, baxın, 11 ayın balı, yəni olduğu kimi necə tezə süzülürdüsə, elə də qalıb. Kim deyirsə, qara tikan balı xarıyır, o ya təmiz bal deyil, başqa qarışıqları var, ya da ki, qaydaları pozublar, saxlama qaydasını, süzmə qaydasını və s. Bayaq su döktüyüm qədər etdim. Təxminən 875 qram alındı. Deməli, ağzına kimi də bayaq ölçdük. O ölçünü hesablayıb, yəni sizlərə göstərərəm nə alındı. Nəticədə hal-hazırda balın temperaturu təxminən belə deyək 15 dərəcədir. Və mən sizə izah edim, yəni ki, indi bu etdiklərimiz hamısı nə deməkdir? Gəlin rəqəmlərin mənasına baxaq. Adətən bankalar boğazadək doldurub 1 kilo adı ilə satırlar. Tutaq ki, 1 kilo bal 30 manatdır. Amma əslində 900 qram alırsınız. Yəni, bu da təxminən 3 manat artıq ödəmə deməkdir. Yəni, bu rəqəm fərqlənə bilər, bankalar fərqlidir. 720 qramlıq gördüyünüz kimi, yəni neçə tutdu? Hardasa 690 tutur. Hələ ondan da az süzürlər 600 qram, 600 milliqram, 600 milliqram da gəlir 900 qram bal olur son nəticədə 1 kilo əvəzinə. Əlbət ki, yəni bu vəziyyət həmişə qəsdən olmur. Bəzən sadəcə məlumat çatışmazlığı və ya diqqətsizlik səbəbindən baş verir. Lakin istənilən halda zərər alıcıya dəyir. Buna görə hər bir vicdanlı satıcı və arıcı balını çəki ilə satmalı və mütləq tərəzi ilə ölçməlidir. Balı litr ilə yox, kilo ilə almaq niyə vacibdir? Çünki fərqli bal növlərinin sıxlığı fərqlidir və bu da onların çəkisinə təsir edir. Misal üçün, baxın, akasiya balı 1 litri 1350-1390 qram olur. Qara tikan balı 1400 qram, 1440 qram arasında dəyişir. Cökə balı 1390-1420 qram. Dağ balı 1400-1450 qram. Yəni, belə ortalama bir rəqəm deyə bilərik ki, yəni 1 litr bal 1 kilo 400 qramdır. Adətən, belə deyək ki, açıq rəngdə ballar daha yüngül olur. Bir də ki, nə təsir edir? Yəni ki, balın rütubəti var, nəmişliyi, yəni nə qədər tərkibində su var. O da dəyişə bilir, yəni ki 15, 16, 18, 20-yə kimi də dəyişə bilir. Bu da çəkiyə təsir edir. Yəni 1 litrdə fərqli bal bir-birindən 100-150 qram fərq edə bilir. Bu, satıcı və arıçının məsuliyyətidir ki, çəki düzgün olsun. Necə deyirlər, bilməmək məsuliyyətdən azad etmir. Beləliklə, videomuzun əsas hissəsi başa çatdı. Ümid edirəm ki, sizin üçün maraqlı və faydalı oldu. Bir daha xatırladım, balı litr ilə yox,
kilo ilə almaq lazımdır. İndi isə qısa olaraq məhsullarımız haqqında danışacağım. Qısa bir məlumat verəcəm. Bu il üçün planladığımız ballar hansı növlərdir? Qara tikan, dağ, cökə, günə baxan və təbii ki, kənd balı da olacaq. Digər məhsullarımız çiçək tozu, təzə və qurudulmuş, güləm, yəni güləm, arı çörəyi deyirlər ona başqa dildə, arı südü, homogenat, propolis, mum. Bəzi məhsullar yalnız sifarişlə hazırlanır. Yəni nəyə görə sifarişlə? Çünki onlar soyuducuda və çox qısa müddətdə sizə çatmalıdır. Yəni adi variantda çatdırdıqda tez xarab ola bilir. Ana sütüdür, homogenatdır belə deyək. Ya təzə çiçək tozudur. Satmadığımız bir məhsul da var, ölü arı. Nəyə görə onu satmırıq? Çünki onu halal yolla əldə etməyi hələ düşünmüşük, yolunu tapa bilməmişik. Yəni adi ölü arı özü öldükdə biz bilmirik ki, o arı nədən ölüb. Ona görə onu biz sizə sata bilmərik. Arını götürüb, öldürüb satmaq ən düzgün yoldur, ən təmiz yoldur. Amma ki, arını öldürmək də haramdır. Hal-hazırda fəsil məhsullarımız da var. Hal-hazırda satırıq. Yəni ki, onlar nədir? Qara tikan balı və qara tikan balınla bir yerdə homogenat və ana arı sütü. Yəni homogenat həmin bala qaçışdırılır və sizə çatdırılır. Ya ana arı sütü. Təzə çiçək tozu da eyni qaydada, yəni o da onlarla qaçışdırıla bilər. Yəni cürbəcür reseptlər var. Bizim arıxanalar Oğuzun kəndlərində, Oğuz rayonunun kəndlərində yerləşir. Lakin bal yığımına biz fərqli bölgələrə gedə bilirik. Bu sahədə mənim geniş biliklərim var və məqsədim sizin süfrənizə təbii, halal və orqanik məhsullar çatdırmaqdır. İl ərzində çalışacağım ki, bütün prosesləri videolara çəkim və sizinlə sosial şəbəkələrdə paylaşım. Hal-hazırda bizim web səhifəmizdə var, yəni ki, satış üçün bütün məhsullarla oradan daxil olub baxa bilərsiniz, nə məhsullarımız var, hansı formada var. Orada bloqlar da var, yəni girib çoxlu maraqlı məlumatlar da oxuya bilərsiniz. Sosial şəbəkələrin hamısında biz varıq. YouTube, Instagram, Facebook, TikTok. Sifariş və sualınız varsa eyni qaydada videonun altında da verə bilərsiniz sualınızı. Eyni qaydada WhatsApp nömrəmiz də var. Onunla da yaza bilərsiniz suallarınızı, sifarişlərinizi. Bütün bu məlumatlar, verdiyim məlumatlar videonun təsvirində də olacaq. Yəni videonun aşağısındakı məlumat. Ora daxil olub, həm WhatsApp nömrəmizi, hər bir şeyi baxa bilərsiniz orada. Növbəti maraqlı videoları qaçırmamaq üçün abunə olun, bəyənin və paylaşın. Çox sağ olun, salamat qalın, salam aleykum.